Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə araşdırması başa çatdı. Bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Leyla Əskərova Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, çoxsaylı dəlil sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Hökmə əsasən Perinatal Mərkəzin rəhbəri olmuş Mehriban Abbasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Bugünə kimi azadlıqda olan Abbasquliyeva elə məhkəmə zalında həbs edilib. Hamiyet Musayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar da məhkəmə salonunda qandallanıblar.